İndiyədək bu qədər şəhərlərdə sınasam da, məncə ən dadlı tridelniklər məhz Bakıda, Baku tridelnikdə verilir. Ən çox isə bunun xəmirini bəyənirəm. Çox dadlı olur. İstəsəniz sadə, istəsəniz içi dondurmalı müxtəlif əlavələrlə də əldə edə bilirsiniz. Bu gördüyünüz tridelniki yemək çox rahatdır. Çünki hazır sizin üçün dilimləyirlər. Məkanda əyləşib nuş edə bilirsiniz. Bilmirəm videodan hiss edilir ya yox, porsiya çox böyükdür. Qiyməti isə 15 manatdır. Ən sevdiyim növü isə darçın ilə olandır. Çox dadlıdır, çox sevirəm. İstifadə etdikləri şokolad yağı da Nutelladır deyə daha da ləzzətli alınır. Yarmarkada verilən bu tiramisular burada da artıq satışda var. Qiymət sadəsi 8 manatdan başlayır. Meyvəlisi də var. Bakıda ilk dəfə tiramisulu tridelniklərdə məhz burada verilir. Qiyməti isə 10 manatdır. Bunu da üzəri darçınlı sevdim. Çox ləzzətlidir. Əgər dondurmalı istəmirsinizsə bunu seçə bilərsiniz. Tridelniklərin qiyməti 7 manatdan başlayır. Dediyim kimi üstünü də, içini də istədiyiniz ingrediyentlə doldura bilərsiniz. Bunlar qışda ləzzət eləyirdisə, indi isti havada görün necə ləzzət edəcək. Bura Köhnə Fəvvarələr meydanında yerləşir. Aşağıda səhifələrini də qeyd edəcəm.